Robot cərrahlar 5 il ərzində insan həkimlərini geridə qoya bilər. Milli Az xəbər verir ki, bunu Amerikalı iş adamı Elon Musk deyib. Musk özünün Neuralink şirkəti tərəfindən hazırlanmış robotları avtomatlaşdırılmış sistemlərə bənzətmişdir. Onun sözlərinə görə, hazırki modellər artıq bir sıra əməliyyatları uğurla yerinə yetirir və gələcəkdə mütəxəssislərin səviyyəsinə çatacaq. Bundan əlavə, Musk qeyd edib ki, gələcəkdə əksər əməliyyatlar bu texnologiyalardan istifadə edilərək həyata keçiriləcək, bu da xəta riskini minimuma endirəcək. Musk keçən ilin əvvəlində Neuralink çipi taxılan ilk xəstənin vəziyyətinin yaxşı olduğunu bildirmiş və çiyinlərindən aşağı iflic olan 29 yaşlı Nolan Arbonun demək olar ki, bütün günü bu cihazdan istifadə etdiyini qeyd etmişdir. Ardınca cihaz ikinci xəstəyə implantasiya edilib. Biznesmen həmçinin Neuralinkin insan beyninə blind sight görmə çipini implantasiya etməyi planlaşdırdığını təsdiqləyib. O, xəstənin görmə qabiliyyətinin başlanğıcda aşağı olacağını əlavə edib.